Milli Məclisin plenar iclasında Azərbaycana məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılıb. Bildiyiniz kimi, dünən Azərbaycan sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasının il dönümü tamam oldu. 25 dekabr tarixi xalqımızın yaddaşında milli hüzün günü kimi qalacaq. Bu faciə insan həyatının ali dəyər olduğunu və mülki aviasiyanın təhlükəsizliyi üçün dövlətlərin və beynəlxalq qurumların daşıdığı böyük məsuliyyəti bir daha xatırladır. Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir diləyirik. Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı ödənişli parklanma yerləri ilə bağlı fikirlər səsləndirildi. Bildirildi ki, bu sahədə sığorta mexanizminin olmaması müxtəlif negativ hallara yol aça bilər. İclasda həmçinin parklanma zamanı avtomobillərə dəyən zərərlə bağlı konkret qanunvericilik mexanizminin formalaşdırılması təklif edildi. İclasda uşaq və yeniyetmələrin virtual asıllığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin hüquqi tənzimlənməsi də təklif edildi. Bildirildi ki, bu sahədə qanunvericiliklə yanaşı geniş maarifləndirmə işlərinin aparılması da vacibdir. Təəssüflə qeyd etmək lazımdır ki, getdikcə uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir göstərir. Qeyd olunan məsələlərin aktuallığı nəzərə alaraq sözü gedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm. Daha sonra informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun layihəsinə dəyişiklik ikinci oxunuşda qəbul edildi. Dəyişikliyə əsasən ictimai mənəviyyata zidd məlumatların yayımı qadağan edilir. Problem təkcə etik mənəvi prinsiplərin, əxlaqi dəyərlərin davamlı, sistemli hücumlara məruz qalması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə Telegram kanalı və TikTok platformasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi pozucu davranış deyil, təşkilatlanmış şəbəkədir. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşmalar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünya görüşünə çox mənfi təsir göstərir. Buna görə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranıb. Elektron siqaretlər və nikotinlə mübarizə istiqamətində də ciddi dəyişikliklər nəzərdə tutulub. Məsələ vergi məcəlləsində tütün və tütün məmulatı haqqında, reklam haqqında və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunlara edilən dəyişiklikdə yer alıb. Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi tam qadağan edilir. Qızdırılan tütün məmulatları isə ayrıca anlayış kimi tanınır və elektron siqaret sayılmır. Elektron siqaretlərin qanunvericiliklə qadağan edilməsi hər şeydən əvvəl vətəndaşlarımızın, xüsusilə də gənclərin və yeniyetmələrin sağlamlığının qorunması ilə bağlıdır. Birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Bu müddətin aprelin 1-nə kimi uzadılması ilə bağlı İqtisadi Siyasət Komitəsinin təklifi layihənin ikinci oxunuş üçün təqdim edilən redaksiyasında nəzərə alınmışdı. Patent haqqında qanuna da dəyişiklik edilir. Məqsəd patent sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Bu istiqamətdə prosedurlar dəqiqləşdiriləcək və müəllif işə götürən münasibətləri daha aydın tənzimlənəcək. İnsanın klonlaşdırılması, embrionların sənaye məqsədli istifadəsi patent obyekti kimi qadağan edilir. Eləcə də asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Bunun üçünsə mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında qanuna dəyişiklik edilir. Qanun layihəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi. Günay Bünyadzadə, Mirəziz Mirəlioğlu, Səkinə Hacıyeva, ASTV Xəbər.